gidiyorsun baba? Bu olanlardan sonra ben burada kalabilmem baba. Niye yani? Oraya gidiyorsunuz. Bütün bu olanlardan sonra ben bu evde kalabilmem baba. Bu ev sizin evinizde. Niye yani gidirsiniz? Oraya gidirsiniz. Aygül'ün evine. Bizim kalmak yerimiz var, sen rahat ol. Olmaz. Ben icazə vermirəm. Ben icazə almağım yadıma gelmir. İcazə aldı. Necə yəni? Biz... Mətanət nə deyir? Ne diyecek? Ama deməklə gedir. Ben seni can burada tek koyarak. Geçen defa anamı ellerimden boğmak ve gözümden gördüm. Bir hadisə də oldu, keçdi getdi. Sonra biz barışdıq da, her şey qaydasındadır. Ne var ki burada? Yok baba. Yok. Bizim de ruhumuz da burada rahat değil. Yəqin inciməzsən də biz gedirik. Getməyin. Eşidirsən, getməyin. Bu mənə qarşı haqsızlıqdır. Eləməyin belə. Haksızlık. Sen haksızlıktan danışırsan baba. Mən həmişə sizin üçün çalışmışam. Sizin yaxşılığınız üçün çalışmışam, yaşamışam. Bəlkə elə deyil. Yok baba. Sen hiç vaxt bizi fikirləşməmsən. Sen ancaq öz əqidəvi fikirləşmisən. Sen ancaq öz maraqlarına fikirləşmisən. Biz sənin vecvəd olmamışıq. Siz də mənim əqdəmi, yolumu davam elətdirməlisiniz. Yok baba, yok. Ben daha bu barədə heç nə danışmaq istəmirəm. Mən yorulmuşam, bezmişəm. Mən dinclik istəyirəm, rahatlıq istəyirəm. Həm özüm üçün, həm ailəm üçün. Yaxşı. Gedin. Gedin. Mən öz başımın çarəsini qılaram. Gedin. Sən də özünə yaxşı bax ha. Çox fikir eləmə. Sənin yanında olan var. Nankörlər. Nankörlər. Heybiat, vaxt gələr. Anlayarsınız məni. Nə pis oldu ay Mətiş. Sənsiz nə edəcəyik burada? Özünüzdən müğayət olun qızlar. Mən uzaqda deyiləm ki. Nə vaxt istəyirsiniz gəlin dəyin mənə. Sən də özündən müğayət ol Mətiş. Uşaqlardan müğayət ol. Yaxşı qızlar. Bilirsiniz, əslində mənə də çox çətindir getmək. Amma özünüz məni başa düşürsünüz də. Düşürük. Başqa yolum yoxdur. Elə yaxşı başa düşürəm səni. Hərdən adam elə bezir, elə cana doyur, elə şeylər baş verir ki, öz evindən belə çıxıb getməyə məcbur olursan. Elmira, sən də möhkəm ol. Çalışıram Mətiş. Amma fikrətsiz mənə çox çətindir. Yaxşı Elmira. Fikrətsiz hamımıza çətindir. Nə edə bilərik? Allah kömək olsun. Amin. Sağ olun Zeynəb xala, Can. Elmira xala. Çox sağ olun hər şey üçün. Sağ ol. Mən sizi çox sevdim. Haçan istəsəz gəlin, yaxşı? Darıxdırmayın özünüzü. Baş üstə.
Mənimki gəldi. Hə, bibilər. Salamat qalın. Özünüzə müğayət olun. Görüşərik. Müğayət olacağım mən. Hazırsınız? Hə, baban nə deyir aşağıda? İşte baba da danışır. Evdə danışarıq. Özünüzdə müğayət olun. Siz də. Babamı istəndirdim. Sağ-salamat gedin. Sağ ol. Danışar. Bilmirəm, sevinin pis olur. Gəl. Hələlik. Gəl. Danışarıq. Keç dayı, keç. İndi fikrimi dəyişəcəksən. Ev hər gün biraz boşalır. Hə, Elmira. Sirkə nə qədər tünd olsa öz qabını çatladır. Axırı belə olmalıydı da. Qaldıq baş-başa. Oo, hara belə? Köç eləyirsiniz? Boş ver yerə soxma da, öz işinlə məşğul ol. Nə dedim ki mən? Soruşuram da maraqlıdır mənə, bilmək istəyirəm. Olar bir şey də bilməyəsən. Ta sevinə bilərsən. İstədiyinə çatdın. Evin adamları bir-bir didərgin düşür evdən. Mən neyniyim? Siz özünüz bir-birinizlə dil tapa bilmirsiniz də, mənim günahımdır, məç. Az sənin yanında heç ala-qarğada bala çıxartmaz. Nə? Başa düşmədim, o nə deməkdir? Nə vaxtın var, nə həvəsim səni başa salmağa. Ged özün fikirləş. Hay man, səndə də həvəs var ya, bu nə söhbət edirsən, gəl görüm, gedəyik. Ay, nə olar, getməyin, darıxacağım sizin üçün. Darxanda sən yığarsan, bir iki dən qəşən sözlər deyərəm. Mütləq. Bağla qızım, bağla qapını. Gedin, dalğızca belə qara daş. Sağ gedib çatmayın, sağda qayıtmayın. Cavanşir, bunların hamısı getdi ki. Qoy getsinlər. Özləri bilirlər. Çoxdankı arzular idi. Azadlığa çıxmaq istəyirdilər. Bəs saxlamadın onları? Yox. Heç fikirləşmədim də saxlayayım. Niyə bəs başqa vaxt ailəm deyirdi? Nə oldu indi? Daha maraqlı deyil. Fikir etməyə tək qalandan sonra o birilər mənim üçün maraqlı deyil. Heç mən də sənə maraqlı deyiləm, dayı Cavanşir. Ya, elə deyil. Levan, elə deyil. Amma sən də mənim başıma oynatırsan. Neynədim mən? Bilmədim də, indi bilmədən elədim. Axı danışdıq onu Cavanşir. Sən niyə onların dilinə söz verirsən? Niyə? Eləmə də belə. Əslində onlar düz eləmirdi. Nahaq gizlədirdilər. Amma sən də kökündən vurmusan. Olmaz axı belə. Nə var ki burada? Neynədim mən? Biraz şok effekti verdim, vəssalam. Daha maraqlı oldu. Neysə, Leman. Sən get yat. Sən yatmırsan Cavanşir? Yox, biraz fikirləşmək istəyirəm. Nə fikirləşəcəksən? Hər şeyi yerbəyər eləyib buradan gedək, bunu istəyirəm. Deyirdim, buraları tapşırım İmrana. O da belə. İmran özünə yiyə çıxan lazımdır. Bəsdir sən Allah. Gör kimə ümid olursan. Get.
Git. Git. Yaxşı. Mən getdim yatım. Sən də çox gec qalma, yaxşı? Cavanşir. Fikirləş. Vəziyyətdən çıxmaq lazımdır. Sən ki bundan da çətin vəziyyətlərdə olmuşsan, hamısından da çıxmısan. Yenə çıxmalısan, çıxarsan inşallah. Leman. Ay Leman. Leman. Mən səni qorumalıyam. Korumalıyam. Ay qız, bəs biz neyniyək? Bilmirəm ki Zeynep. Hamısı getdi, qaldıq bunların əlində. Allah köməyimiz olsun. Nə olub be? Yenə niyə kövrəlmisən? Fikrət üçün darğıram. Görəsən neyinir? İncitmirlər onu. İncitməzlər. Özü təslim olub, niyə incitsinlər ki? Ne bilim. Ne bilim. Deyirəm birdən incitərlər. O da əsəb adamdır, əlindən xata çıxar. Heç nə olmayacaq Fikrətə, səbirli ol. Niyə belə elədin? Niyə belə elədin ay Fikrət? Niyə bizi də qoydun ağ? Niyə də qoydun bizi? Ağlama Elmira, bəsdir. Özünə al. Bacarmıram Zeynep, bacarmıram. Üst-üstə bu qədər dərd, bu qədər yükü qaldıram. Mən dözə bilmirəm Zeynep, daha dözə bilmirəm. Sakitləş. Neynək? Bizimki də belə gətirdi də. Allah ağır getməsin, niyə belə olmalıydı ağı? Elə bizə qalmışdı. Neynək? Həriyə bir qismət yazılır. Bizim də bəxtimizə düşən bu oldu Elmira. Elə bir tikə sevinmək istəyirdim. Neysə, biraz sakitləş Elmira. Sən yatmalısan, dincəlməlisən. Heç nə istəmirəm Zeynep. Səhər yaxşı olacaqsan Elmira, baxarsan. Hər gün biraz düzələcəksən. Zaman bütün dərdlərin dərmanıdır. Keçəcək. Yatmaq istəmirəm. Ya da yatmaq, durmaq istəmirəm. Ağırdı mənə Zeynep, çox ağırdı. Dözə bilmirəm. Yaxşı Elmira, yaxşı. Sənə dərman verim, iç biraz sakitləş yat. Gəlir oldu ağa. Al. Götür, iç. Sakitləşəcəksən. Ata. Hikmet. Haradasın? Qayıt gəl oğlum. Qayıt. Baba. Cavan. Cavan benim. Neresi? Necesin Cavan? Oradasın Cavan. Cavan. Ata. Fikret. Beni terk etme Fikret. Fikret gitme. Yalvarırım sana. Beni tek koyma. Fikret. Ata. Metanet kızım. Metanet kızım. Bağışla beni.
Bağışla sana kurban oğlum. Etanet. 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 Baba. İmran. İmran. Benim veresem İmran. İmran bala. Beni okşamış. İmran. Sen kadın ol. İmran. Sen İmran. 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 Cavanşir. Leman. Buradasın. Buradasın. Leman. Leman. Leman gitme. Leman gitme. Leman. 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 Cavanşir. Ne olub? Ne olub? Yaxşısan, su içindəsən hə bütün. Buradayam mən. Məni çağırırdın. Dehşetli yıkı gördüm. Nə yuxu, nə gördün? Gördüm ki hele yakın bağlıdır. Ama da Fikret, Hikmet, İmran, Etanet hamısı çıkıp gelirdi. Ne yakşı. Yakıymış Allah. Ne yakşı. Özünə gəl Cavanşir, yuxudur da, su içindəsən. Onların hamısı bir-bir qayıdacaq da. Onlar sənsiz nə edə bilər ki? Leman. Sen de getirdin. Leman. Sen gitme. Hara gedirəm Cavanşir? Narahat olma, buradayam mən, yanındayam. Evdekiler hani? Kim var ki evdə? Zeynəb, Elmiradır. Onlar da gedib xəstəxanaya. İşin kalmadı. Niye böyle oldu? Ailem dağıldı. Dur ayağa Cavanşir, dur. Yuxudur, fikir vermə. Dur, əl üzvü yu. Sən səhər yeməyi verim, gedək işimiz çoxdur. Dur. İşlərimizi həll eləyək. Sən sonunda Cavanşir. Bugünü görmək üçün mən nə əziyyətlər çəkdim, nə risklər elədim. Nə oldu Cavanşir? Görürsən kızım, artık oturursan her şey yaxşı olacak. Heç nə yaxşı deyil. Yaxşı nə var? Elədim ana qurban olsun sənə. Allaha acıq gedər. Bacım bir tərəfdən, atam bir tərəfdən. Niyə biz itiririk? Bizim axırımız hara gedir? Gülüm, ona qurban olsun sənə. Sən əsas öz sağlamlığını düşün. Düşünmək istəmirəm. Düşünə bilmirəm deyək. Düşünməlisən qızım. Sən atana söz vermirsən axı. Atama, Cavana, hamıya söz vermişəm. Amma bacara bilmirəm. Oğlanlarla barışa bilmirəm. Mən niyə bacımı itirməliyəm? Niyə atam həbsdə olmalıdır, hə ana? Niyə atam həbsdə? Gülüm, sən həkim olmaq istəyirsən, düzdür? Ola bilsəm, gəzə bilsəm əgər. Kesəcəksən qızım. Sən düzəlməlisən. Həkimlərin həyatı insanlara xidmət eləməklə keçir. Sən həkim olanda sənin dərdin səni işindən ayırmamalıdır, mənim ağıllı balam. Bax elə indi də. Tək özün üçün yox, bizim üçün, gələcək pasiyentlərin üçün sağalmalısan. Ayağa qalxmalısan, mübarizə aparmalısan. Çox qəşəng danışırsan ana. Amma mən
o qədər mübariz deyiləm. Səhvin var gülüm. Sən mənim tanıdığım ən mübariz qızsan. İstədiyini əldə edən, qoçaq, qorxmaz. Doğrudan nə fikirləşirsən ana? Əlbəttə. Sənə deməsəm də həmişə bu fikirdə olmuşam. Səndən fəxr edirəm. Ananın quzusu. Çox sağ ol ana. Yaxşı ki varsan. Yaxşı ki sən də varsan. Görəsən atam indi necədir? Necə olacaq? Fikirləşən ürəyim partlayır. Yaxşı ki sən varsan qızım. Sən mənim yeganə təskinliyimsən. Bir də atamı nə vaxt görə biləcəm? İstəsən yanına gedə bilərik. Onu halda görmək istəmirəm. Ona həbsxanaya yaraşdırmıram. Elə deyib yaramı təzələmə qızım. Onsuz da ürəyim yanır. Ana, onu elə görmək istəmirəm. Başda sən üzmək istəmirəm. Kaş bunları yaşamazdıq. Sən məni tək qoyma gülüm. Amma nə sözdür? Mən səni heç vaxt tək buraxmayacağam. Hərdən mən qərib oluram. Mən başa düşmürsən, xasiyyətimdən bezirsən. Ana səndən bezmək olar, nə sözdür? Nə bilim qızım. Amma sən dünyanın ən ərköyün, kisəyən, qısqan, ən şirin anasısan. Mən səni çox sevirəm. Buna qurban olsun sənə. Mən də səni çox, lap çox sevirəm. Ananın gözünün nuru, gülü, anasının ürəyi. De ki sən yaxşı ol, hər şey düzələcək. De ki sən yaxşı ol. Geldin. Gel geç otur. Necə oldun? Planın nədir Cavanşir? Neynəməyə fikirləşirsən? Her şeyi satıp gidirik. Müştəri var. Necə satacaqsan? Bir fikrim var ama bilmirəm necə olacaq. Nə fikirdir öyle? Düzdür, mənim üçün çətin olacaq ama bu variantı yoxlamalıyam. Bəlkə mənimlə bölüşəsən Cavanşir, dedə bir söz. Yeganə müştəri Muxtardır. Sən Muxtarın ayağına gedəcəksən. Başqa çarəm yoxdur. Mənə görə eləyəcəksən bunu. Sənə görə düşmənimin ayağına gedəcəm. Cavanşir. Kövrəldirsən məni. İnana bilmirəm. Sən hələ də sənin nə qədər çox istədiyimi başa düşməmsən. Başa düşmüşəm. Başa düşmüşəm, amma bu qədərini gözləmirdim. Sən məni hələ də yaxşı tanımırsan. Tanıyıram Cavanşir, tanıyıram. Hər dəfə daha da yaxşı tanıyıram. Kəşf eləyirəm səni. İnşallah çox kəşf eləyəcəksən məni. Muxtarla görüşüb nə deyəcəksən ona? Hər şeyi dəyər dəyməzini satacağım ona. Sən də hər şeyi giriyormuş elə. Söhbətlərin üstü açılmamış. Çığa gedək buradan. Düz deyirsən Cavanşir. Şoka salırsan məni. Səni təhlükəyə ata bilmərəm. Sən mənim üçün çox dəyərlisən. Çox. Vallahi heç bilmirəm nə deyim Cavanşir. Söz tapa bilmirəm. Gedin Muxtarla danışım.
Yaxşı, onda sən danış. Mən də salonu satım. İstəyən var idi, heç fikir verməmişdim. Amma qızlar nömrəsini götürmüşdü. Danışım elə o da əldən çıxsın. Ne yaxşı. İsteyen var. Var. Elə maraqlanmışdılar. Nömrə də var. Satarım, gedər. Bəs restoran necə olacaq Cavanşir? Muhtara diyeceğim istese gelersen teslim tehvil eləyirik. Yaxşı, deyərsən gələrəm, həll eləyərik. Əsas odur ki, Cavanşir, məni bu bəladan qoru, xahiş eləyirəm. Onun için çalışırım. Neyse vakti itirmək olmasın, ben gedim. Səni qucaqlayım, sonra get. Sen de git gör, ne bilərsən. Xəbər elə mənə. Yaxşı. Yolun açıq olsun Cavanşir. Yollar dünyada çoxdur, sayı hesab yox. Amma mən sən getdiyin yolu hesablamışam. Get. Səndən sürprizlər gözləyir. Yazıq Cavanşir. Bədbəxt Cavanşir. Pis oldum. Buyurun Zeynep xala. Nə zəhmət çəkirdin balam? Nə zəhmət, estağfurullah. Zeynep xala, çoxdandır səndən heç dərdləşmirik. Necəsən, hər şey yaxşıdır? Belə də. Gördüyün kimi. Fikrət əmin də atdı bizi getdi. Qoydu çarəsiz. Siz elə fikirləşməyin. Fikrət əmin sizi mənə tapşırıb. Həm məndən başqa bütün evdəkilər, İmrangil, hamısı çox istəyir. Sən deyəsən xəbərin yoxdur olanlardan. Yenə nə olub ki? Çıxdı evdən. Biz də qaldıq o evdə tək. Divarlar üstümüzə gəlir elə bil. Niyə, İmran niyə getdi ki? Atasının söhbətinə görə. Şübhələnir ki, babasının da əli var o işdə. Ona görə. Bəs sizcə var? Nə yalan deyim, ola bilər. Bir söz soruşmayı sizdən Zeynep xala. Soruş balamsan, soruş. Son olanlardan Hikmət əminin xəbəri var. Yox, yoxdur. Bu gün səhər də zəng elədim, zəng çatmadı. Deyəsən xaricə gedib o da. O da başını götürdü, dərdin əlindən belə qaçdı, getdi. Sualıma görə bağışlayın siz Allah. Yox, olamsın, narahat olma. Artıq Hikmətin adı mənə təsir eləmir. O da mənim üçün ölmüş kimi bir şeydir. Yenə də üzürlü sayında xatırlatdım, yanınıza saldım. Narahat olma. De görüm siz necəsiz günlərlə? Biz yaxşıyıq. Barışdıq, o məsələ ilə bağlı da bizi başa düşdü. Şükür, şükür. Siz yaxşı olun. Heç olmasa sizin xoş günləri görün, mən də şad olum. Çox sağ olun. Utanma. Utanma, burada utanmalı nə var ki? Siz ikiniz də mənim evladım kimisiniz. Sizi o qədər çox istəyirəm ki, Allah sizi xoşbəxt eləsin balam. Çox sağ olun. Elə siz də bizə həmişə ana əvəzi olmusunuz. Sözlər mənə bəsdir də. İnşallah, inşallah bizim elə xoş günlərimiz qabaqdadır. İnşallah, inşallah. Siz də çox sağ olun ki, hər dəfə bizə təsəlli verirsiniz. Bizə dəstək olursunuz. Siz çox yaxşı insansınız Zeynep xala, var olun. Allah sizi xoşbəxt eləsin, Allah sizi qorusun. İmran, heç olmasa şirniyyatla çay iç də, qurban olum. Ay gün incimə də boğazımdan heç şey keçmir.
Mətanət xala, heç olmasa ağzınıza bir tikə yemək atın da, dərmanınız üçün. Təzyiqiniz düşəcək yenə. Yox ay bala, mənim yediyim içdiyim zəhər donsuz da. Heç fikir et yadımdan çıxır ki, yazıq uşaq hardadır, indi neyniyir? Bəli. Salam. Ölmədəndir. Polis kapitanı Əhmədovdur. İmran Cahangirovla danışırıq. Hə, oldu. Nə oldu? Azad Cahangirovun meyidi aşkarlanıb, cinayətkar özü yerini göstərib. Harda bastırıblar? Atçılığın ərazisində. Atanızın nəşinin şəhər xəstəxanası morgundan götürə bilərsiniz. Yaxşı, gəlirəm mən. Kim idi? Polis. Nə deyirdi, nə olub? Meyidi tapıblar. Hardan tapıblar? Atçılıqda. Dayday. Hə, Neyinirsən burada? Behin verərsən buralarına baxma, bir bina zat içmək istəyərsən buralarda. yox heç boş-boş danışma. Nə beh, nə bina. Şeyə baxırdım, görüm qışlıq samanı bura yığa bilərəm. Əslində zor fikirdir ya. Onsuz da o atlar da kakraz buralara gəlmir, dağıtmazlar. Hə. Amma yox, hep boş ver, bura şeydir, nəmişlik çəkir. Nəmişlik çəkir. Sən nə yaxşı gəlmisən? Tək gəlmisən, yoxsa baba ilə? Yo, baba gəlmədi. Baba dedi, ged bax, bir dənə gör dayda köməyivə ehtiyacı olar. Mənə həmişə ehtiyacım var axı. Ona görə dedi ki, get. Təbrik edirəm səni. Niyə? Yavaş-yavaş baba səni yanından uzaqlaşdırır da, zəhləsini tökdün də deməli. Mən uzaqlaşdım. Hə. Bir dənə sən bu şirinliyə var, bir dənə bunu uzaqlaşdırma olar burada. Baxmıyorum. Şip şirin. Maşallah, gedək. Ot iyi gəlir səndən. İmran yaxşı özünü ələ aldı. Neyse, mən gedim. Gəlim mən də səninlə. Yox, sənin orada nə işin var? İmran, bala məni üzürlü bil, mən gedə bilmərəm. Narahat olmam ama. Özüm gəlib həll edərəm. İmran yaxşı özünə əl al, yaxşı. Olan olubdu. Olacağı çarə yoxdur. Oradan mənim vəsiqəm oradadır. Maşındadır. Maşındadır. Yaxşı. Mətanət xalam. İmrandan inciməyinə, onluq bir şey yoxdur. Yox bala, mən İmrandan incimirəm. Mən elə öz bəxtimdən, taleyimdən inciyirəm. Yaxşı, danışdığımız kimi restoranı istəməyəcəm. Hələ qoy gəlsin görək nə deyir. Oldu. Hələlik. Cavanşir, gözləmirdim. Xeyirdir. Mənim üçün yox, sənin üçün ola bilər.
Nə xəbər? Görmüşəm neyin var. Değer değmezine satım. Nə gözəl. Nə gözəl. Mənə təkliflə gəlmisən deməli. Ha. Ne diyorsun? Fikirləşməliyəm. Benim vaktim yoktu muhtar. Yəni belə təcilidir. Əlim yandı da satırsan. Ne ad koysan koy. Satıram. Restorana götür. Yox. Restoranım var. İstəmirəm. Bak da ama yaxşı işleyen yerdi. Yaxşı da, nə deyirəm? Bura qədər gəlmisən. Alıram, amma qiyməti mən deyirəm. Sən də satırsan. Razlaşırım. Problem değil. Əla. Onda sən get notariusa, mən də gəlirəm. Orada elə ayaq üstü haqq hesab edərik. Yaxşı. Yaxşı. Yubanma. Orada gözləyirəm. Gözleyeceğim. Belə düşərsən tərliyə. Sapı özündən baltalar qırdı səni. Hələ mən eşidirəm. Neyniyə bildin Orxan? Hər şey qaydasındadır. Qız narahat olma, maşını da verdim, pulu da ödədik. Pullar məndədir. Nə yaxşı. Sən nə işsən, hardasan? Heç nə, mən də evdəyəm. Evdəki pulları, paltarları, qızılları hamısını götürmüşəm. Yığışdırım, çıxıram. Tamam, paltarları götürmə. Sabahdan da evdən necə çıxacaqsan? Əşi, bəsdir. Paltarlarımı burada niyə qoymayım mən? Hamısını təzə almışam. Narahat olma, evdə heç kim yoxdur da, yığıram özüm üçün. Qız, nə fərqi var? Təksən, cütsən. Bu qədər pulumuz var. Bıraq paltarları evdə. Yeni alarıq da. Çıx evdən, gəlirəm dalınca. Hələ yox da, birazdan deyəcəm mən sənə. Xəbər gözlə. Qocanı bəs. Muxtarlandı. Gedib güya obyektləri ona satmağa mənə xaricə gedir bəxtəvər. Qız, mən çox narahat oluram. Bəlkə biraz tələsəsən. Narahat olma da Orxan. Zəngimi gözlə. Daha istədiyim oldu. Bundan sonra düşmən deyilik. Yaxşı, xeyirli olsun. Sənə də, mənə də. Mənə xeyirlidir. Sağ ol. Yaxşı, tələsirəm mən. Cavanşir, Ha. bir də arvadıma de ki, gəlib maşını mənim adıma keçir. Gic danışdı. Xəbərin yoxdur. Ləman maşını mənə satıb da. Ağlıma gələn danışmadı. Olmadı ki, restoran, salon, dükanları. Ya. Ola bilməz. Yalan danışdı. Cavanşir, bir də bu maşını. Düz elə bir dəyəri yoxdur. Amma sənin üçün çox dəyərlidir. Sənə dəyərli olan hər şey indi mənimdir. Leman. Hara girsən? Gedirəm Cavanşir. Gedirəm mən. Hara? Hara gedirsən? Necə hara gedirsən? Çıxıb gedirəm.
Sən day mənə lazım deyilsən. Ay, yazıq, sənin neyin var ki? Hə? Çəkil. Çəkil, çıxıb gedirəm.